Zaqatala rayonuna yağan aramsız yağışlar nəticəsində dağ çaylarında suyun həcmi bir neçə dəfə artıb, sel bəzi təsərrüfatlara ziyan vurub. Talaçayda torpaq bəndlərin yuyulması nəticəsində rayonun Vöhtala kəndindəki təsərrüfatları su basıb. Talaçayda macra tənzimləmə işlərinin aparılmasına baxmayaraq, Dardoqqaz kəndi istiqamətində bəndləri su yuyub və ərazilər suyun altında qalıb. Vöhtala kənd icra nümayəndəliyindən verilən məlumata görə, sel suları ümumilikdə 15 hektara yaxın fındıq və ot sahəsinə ziyan vurub. Kəndin yollarına da zərər dəyib. Bu istiqamətdə bərpa işlərinə başlanılıb. Zaqatala su meliorasiya sistemlərinin istismarı idarəsinin baş mühəndisi Ceyhun Mirzayev bildirib ki, intensiv yağan yağışlardan sonra rayon ərazisinə axan dağ çaylarından sel keçib. Xüsusən də Talaçayda suyun həcmi artıb. Talaçayın sol sahilində yerləşən Vöhtala kəndində 7-8 təsərrüfatı su basıb. Elə həmin gecədən başlayaraq torpaq bəndlərin yuyulduğu əraziyə texnikalar cəlb olunub və sahil bərkitmə işləri həyata keçirilib. Hazırda selin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir deyə o bildirib. Baş mühəndis Katexdə və Muxaqçayda da qabaqlayıcı tədbirlərin görüldüyünü vurğulayıb. O yağıntılarla əlaqədar Zaqatala su meliorasiya sistemlərinin istismarı idarəsini gücləndirilmiş iş rejimində işlədiyini diqqətə çatdırıb.